Çox xoş gəldiniz, hörmətli bəylər, hörmətli xanımlar. Sizi burada görməkdə təbii ki, oturuq hissi insanda olur, gəlsə burada toplaşdığımız olay yaz törənidir. Yəni, Həsən bəy dəmlisinin yaz törənində yenə özürlükdəyik. Bildiyiniz kimi, 50 gün bundan öncə, 55 gün yaxın bundan öncə Həsən bəy biz bitirdik. Bəlkə daha doğrusu desək, əlimizdən aldıq İran rejimi və artıq indi 40-cı anım adı ilə keçirildi, keçən həftə keçirməli idi, amma bəzi nədənlərdən dolayı daha bu həftə ertələnməsi qəsd olundu və nəzərə alındı. Bütün tədbirlərimiz kimi ilk başda milli marşımızla başlamaq istədik, Güneyin bəlkə desək milli marşı. Özəlilə bu milli marşa gəldiyimizdə Həsən bəylə yolu bu marşı bütün Güney Azərbaycanda yaygınlaşdırmaqda çox böyük olmuşdur və hər zaman bu marş Həsən bəylə tanınır. Özəlilə Azərbaycan şüarı gəldiyimizdə bütün toplantılarda Həsən bəy iştirak etmişdir. O bölüm Həsən bəyə aid idi və Həsən bəy öz səsi ilə. Hər vaxt, toplantımıza başlamaq üçün milli marşı oxuyulmayı. Həsən bəy dəmlisəyə gəldiyimizdə hamımız yaxşı tanırıq Həsən bəy. Zaman Həsən bəylə yaxından tanış olmuşuq, bəzən də yaxından tanış olmasaq da belə səsləri duymuşuq, yazılarını oxumuşuq. Amma hər zaman bunu nəzərdə almışıq ki, Güney Azərbaycanda milli hərəkət gəldiyimizdə Həsən ağa Dəmirçi deyə bir şəxs vardır. Orada bütün millətçilər öz kənarında yığa bilir. Biz bunun ən gözəl göstəricəsini Həsən bəyi torpağa tapşırmaqda gördük ki, minlər insan Həsən bəyi ilə vidalaşmağa gəlmişdir. Nə tərəf millətçilər, bəlkə yox belə adi insanlar ki, sadəcə bir dəfə Həsən bəyi görmüşdülər. Yeri gəlmişkən, toplantımıza başlayanda qulluğunuza ərz etdiyim Həsən bəy Dəmirçini bizim əlimizdən aldılar. Təbii buna fərqli baxışlar da ola bilər. Birisi deyə bilər, bunda nə qədər yalanlıq var, doğruluq var. Amma bu bir çox milli fəala aydındır. Həsən bəyin gedişatına, həyatının gedişatına, özəlliklə son həftələr baxdığımızda İranın Həsən bəy bizdən aldığımızdan əli ortadadır. Həsən bəy bizdən aldır. Həsən bəyin ruhunun böyüklüğünün anısında və ayrıca bütün şəhidlərimizin anısında millətimiz, vətənimiz, Azərbaycanımızın yolunda bütün canlarını əldən verən şəhidlərimizin anısına bir dəqiqə sayılı görüşlərə baxacağız. Həsən bəyin yaz törənində bir çoxlu söhbətlər oldu. Təqribən hamımızda burada iştirakçımız vardı və o sözləri təkrarlamağa gəlməz. Amma Həsən bəyin haqqında danışmaq, bəlkə Həsən bəyi daha yaxından tanıyanlar əli ilə olsa, daha yaxşı ola bilər və daha da verimli olur, daha Həsən bəyi tanımaqda bizə yardımcı ola bilər. O üçün, hörmətli milli fəalımız, dəyərli yazarımız, hörmətli Eldar bəy Qaradağlıdan dəvət edəcəyim kəşif gətirsinlər telefon arxasında. Eldar bəy nə kəşf burada? Bəlkə Təbriz şəhərindən çox belə uzun zamandan bəridir ki, Həsən bəyi tanırdılar. Çox yaxından, çoxlu bircə çalışmaları olubdur, fəaliyyətləri olubdur. Bir çox başarıları qol çəkbirlik. Eldar bəy, siz buyurun buraya. Olursa Həsən bəy, yenədən sizin dilinizdən dinləyək. Çox sağ olasınız. Çox sağ olasınız. Əmin bəy, mənə zaman tanıdığınız üçün müzakirə edirik ki, mənim nə qədər vaxtım var? 10 il. 10. Demək ki, biz bu günləri əlbəttə ki, Həsən bəyin şəxsiyyəti haqqında daha duyğudan uzaq, daha məntiqsəl olaraq danışa bilirik. Doğrudur, mən erkən çağlarımdan demək olar ki, gənc çağlarımdan Həsən bəyi tanımışam və onunla birlikdə sonralar əlbəttə mübarizə eləmişik, mübarizə aparmışıq, milli həyatımızı demək ki, geniş sahələrdə paylaşmışıq. Təbii ki, onun həmişə demək ki, çox geniş bir kölgəsi bizi öz qanadı altına alıbdır. Baxmayaraq ki, çox mütəvazi insan, çox alçaq gönül bir insan və heç bir zaman özünü o millətin, nə bilim,
başçısı kimin, nə bilim, bir öncülü kimin, nə bilim, bir lideri kimin deyil, bəlkə bir insanı, bir sadə bir vətəndaşı kimi görürdü və bunu da səmimiyyətlə görürdü, nə təzahüratı vardı, nə demək olar ki, həyatında belə bir şeyləri bilirdi, bacarırdı, əsla və əbədə bacarmırdı, yəni istəsəydi belə bacarmırdı. Çünki sadə bir ailədən, kütlə bir ailədən demək ki, olmuş və boya başa çatmışdı. Və sonra bunun idman həyatında Azərbaycanın ən güclü güləşçilərindən olmuşdu. Və idman həyatında da özündən sonra bildiyim qədərilə özünün zəif rəqiblərini daha qollanmağa, daha himayət etməyə çalışmışdı. Və bu da bunun belə ilk başdan nə qədər səmimi və sadə insan olduğunu göstərdi. Ondan sonra milli həyatımızın demək, daha inqilabdan sonraki zamanlarda və ondan müəyyən dərəcə, müəyyən aylarda, harcası demək olar, bir il ondan öncəki zamanını nəzərdə alsaq, yenə Həsən bəyin demək ki, həyatında çox böyük bir dəyişiklik yaranır. O dəyişikliyin əsas demək ki, ortaya gətirəni 400 hektabı olur. Profesör 400 hektabının Iraqdan vətənə gəlməsi ilə, Təbrizə gəlməsi ilə çox böyük bir həyəcan qopur. Zaten istər-istəməz bu şəxsi o qədər tanımırdılar Güneydə. Çünki bu şəxsi zamanında vaxtında, mən 400 hektardan deyirəm, zamanında vaxtında Azərbaycan Demokratik Federasiyasının Gənclər Qolunun sədri olaraq demək, hamı tutulandan sonra ya qaçandan sonra bu çox ağır bir günlər, həftələr, aylar geçirmiş və neçə aylar demək olar ki, Muğan bölgələrində, Qəradağ bölgələrində gizli təndirlərdə yaşamış ki, tutulmasın. Ondan sonra o elə mən deyərdim ki, çox nadir insanlardan idi ki, doğrudan doğrusu məcbur qaldı, qaçdı və canını götürdü, qaçdı. Nəinki canını götürdü, qaçdı ki, yaşasın, bəlkə canını götürdü, qaçdı ki, millətinə yaşantı versin, millətini yaşasın. Və 400 hektabının demək, gənckən getməsi, bilirsiniz, su deyibdir mənə əvvəldə anam, ki, yox. Yəqin çoxunuz eşitmişsiniz bu sözü, bu şeiri. 400 hektabının ən ilk şeirlərindən, ən gənclik zamanlarından və o zaman ki, qaçaqdır. Mən Muğanda bir dənə təndirdə qaçaq yaşayır, orada demişdi bunu. Yəni, nə demək? Yəni, Azərbaycan Demokratik Federasiyasının çöküşündən sonra bir neçə həftə nəzərdə alır. O ağırlıqda, o vəziyyətdə ki, hər kəs canını götürüb və qaçmaqda, ya hər kəsin demək olar canı değişimlərin, ya belə deyək, düşmənin əli ilə məhv olundu. Artıq bu insan o ruhiyyədədir ki, özünün o gözəllikdə şeirini, əbədi şeirini deyir. Su deyibdir mənə əvvəldə, anam, ki, yox, bu öyrətdi mənə, ki, yox, bu öyrətdi mənə öncə, ki, yox, belə. Ta uzundur, hər halda. Həsən bəyin 400 hektabının yenidən Azərbaycana dönməsi ilə, yəni 1979-un hardasa demək olar ki, ortalarında dönür. Sonra inqilab olur və inqilab olandan sonra Azərbaycan Müstəqil Demokratik Federasiyasını yaradırlar bu iki nəfər. Çox önəmlidir. Bu da demək ki, bizim tariximizdə gerçəkdən də olub bitən ən önəmli faktorlardan birisidir. 400 hektabının Azərbaycan Müstəqil Demokratik Federasiyasının yaratması. Ne üçün? Ondan ötürü ki, Azərbaycan Demokratik Federasiyası artıq Azərbaycan Demokratik Federasiyası deyil. Bəlkə Azərbaycan Demokratik Federasiyası istifadanın içinə giribdir, müstəqilliyini itiribdir və ona görə də Azərbaycan Müstəqil Demokratik Federasiyası yaranmalıdır.
və bunu yaradırıb ilk adamlardan ki, demək ki, bu təşkilata üzv olur, Həsən bəy Dəmirçi və onun ətrafında, çevrəsində olan insanlar, adamlardılar. Və sonralar təbii ki, bizlər də hər halda o cərgiyə müəyyən dərəcələrdə qatılırıq, işim yoxdur. Həsən bəyin bu zamandan artıq demək olar ki, daha təşkilatlanma sisteminə girməsi, daha faallaşması, daha kütlənin içinə və milli hərəkatımıza kütlə içindən təkan verməyə meyli çox genişlənir. Və o səbəbdən də bunun zati əlaqəsi ki vardı musiqiyə, zati əlaqəsi, bunun da yaxınlığında çox musiqi ustadlarımız vardılar. Ustad Əli Rəhmətli Səlimi, bildiyiniz kimin ayrılığın yaradanı. Ondan sonra sizə səlam gətirmişəm o gözəllikdə şeyləri. Çoxlu demək olar ki, Azərbaycanın həm güneyində, həm quzeyində bu günləri bizim milli və xalq mahnılarımıza çevrilmiş mahnıların müəllifi və bəstəkarı olan Əli Səlimi ilə bu yaxın tanış olur. Əli Səlimi ilə yaxın tanış olduğunda sonra Ustad Mahmud Şakiryanla, o da çox böyük bizim ustadımızdır, bununla yaxınləşmələri və buna bir cərgə olurlar. O cərgə əsasında Həsən Azərbaycan daha geniş olaraq musiqiyə meyil göstərir və musiqidə nə qədər böyük xidmət edəcəyini düşünür. Və ona görə də orada artıq demək olar ki, bütün gücünü, imkanlarını, şəraitini zahiri şəkildə qoyur oraya. Amma batili şəkildə çox işləri vardır. O cümlədən demək ki, 1900-lərdə, 1990-larda bizlərlə birlikdə mən və başqa dostlarımız, məndən daha o zaman daha güclü millətçilərimiz birlikdə demək ki, Azərbaycan Qurtuluş Təşkilatını yaratdı. Bu Azərbaycan Qurtuluş Təşkilatının yaranmasında Həsən Azərbaycanın, Həsən bəyin istisnasız rolu var. Və onun demək olar ki, təşviqləri, onun himayətləri olmasa, bu yaranmayacaq. Hətta bizim ilk demək olar ki, toplantılarımız onun məhz Amışqahında, Amışqah Azərbaycan ki o zaman açılmışdı Təbrizdə, o Amışqahda gedirdi. Bu Amışqahda getməsinin çox böyük təhlükələri var idi. Çox böyük təhlükələri var idi. Amma siz təsəvvür edin, o günlər ki bizim orada toplantımız olacaqdı, o günlər nə bahanalarla ki xəstəyəm də bu günləri Amışqah bağlıdır, komplet bağlıdır. O qədər, yəni 100 nəfər, 200 nəfər orada öğrenci vardı, gəliri, amma onların hamısına deyirlər ki, bugün bağlıdır. Çünki niyə? Çünki orada siyasi bir təşkilat yaranır. Və siyasi təşkilatın yaranması o qədər əhəmiyyətlidir, o qədər önəmlidir ki, demək ki, Həsən bəy onu bütün işlərinin hamısından üstün götürürdü. Və o gün Amışqah tamamən tətil edir, bağlanır. Yəni, bu insanın, demək olar ki, necə deyim, incəlikləri, bu insanın içində olan o güclü baxışları, bunların hamısını müəyyən dərəcə gətirir ki. Mən burada çox uzun danışmağa girməyəcəyəm. Elə mən çalışıram ki, 10 dəqiqəmi daha doğrusu saxlamış olan dostlarımız danışacaqlar. 3-4 əsas Həsən bəyin haqqında, mənim bildiyim, tanıdığım və gördüyüm Həsən bəyin haqqında və biz ilə paylaşdıq. Demək ki, həmişə bunu deyir, bizim vəfa borcumuz var. Bizim vəfa borcumuz var. Vəfa borcumuz, millətə vəfa borcumuz var. 1, vətənə vəfa borcumuz var. 2 və 3-cü də ailəyə vəfa borcumuz var. Siz təsəvvür edin, onun sıralamasına millətə vəfa borcum var. Birinci gəliri, vətənə vəfa borcum var. İkinci gəliri və ailəyə vəfa borcum var.
üçüncü gəlirək. Bu, çox insanlarda, bəlkə milyonlar, bəlkə 10 milyonlar, bəlkə 100 milyonlar insanlarda istisnadır. Hər kəs demək olar ki, bizim dünyamızda bu günləri ailə borcum var mənim deyə. Ailəsinin hər şeyə müqəddəm tutar. Ailəsinin hər şeyə müqəddəm. Və bu da təbii bir şeydir. Yəni, bir insanın demək olar ki, ailəsini sevməsindən təbii bir şey ola bilməz. Uşağını, nə bilim, həyat yoldaşını, istərsə erkək olsun, istərsə dişi olsun, fərq etməyəcəkdir. Həyat yoldaşı deyirəm mən. Yəni, bir-birini sevməkdən, bir-birinə can verməkdən, bir-birinə həyat verməkdən təbii bir şey yoxdur. Əgər bunun əksi olsa təbii deyil. Əksi olsa təbii deyil. Demək ki, dünyada bundan normal bir təbii bir şey yoxdur ki, insan ailəsini sevsin. Ailəsini sevməlidir, mütləq sevməlidir. Amma onun sıralamasına baxız. Sıralamasına. Və deyir ki, bir millətçinin, demək olar ki, bir millətçinin əsaslarını, təməl baxışlarını, təməl görüşlərini nələr təşkil edir? Bu sıralamalar təşkil edir. Millətimin hər şeyindən üstün tuturam. Millətimin yaşadığı ölkəni, yaşadığı bölgəni, yaşadığı o torbağı hər şeydən üstün tuturam 2 və ailəmi bu ikisinin içində tuturam 3. Bu insanlar çox azdırlar, təbii ki. Həsən Azərbaycan bu insanların başında gedən ən dediyim kimi alçaq könüllü, özünü çox kiçik, çox əşarədə sayan birisi. Amma millətin gözündə nə? Millətin gözündə gördük. Millətin gözündə Azərbaycanın hər tərəfindən axın gəlir və hamısına da, yəni %90'ında da o insanların demək olar ki, rejim tərəfindən təzyiq var, baskı var. Getməyin Təbrizə. Gedərsiniz Təbrizə, yolda təsadüf edərsiniz, yolda maşınız çönər. Nə? Bunların hamısını, yəni biz elərik. Ailəz vardı, ailəzdən qorxuz, ailəzə bir şey olar gecə vaxtı. Getməyin, ailəzin yanında olun. Bunlar hamısı demək olar metodlardırlar ki, despot rejimlər, diktator rejimlər və özgə rejimlər xalqın və bazıların başına gətirərlər. Orada da eyni bu vəziyyət oldu. Eyni hər tərəfdən demək olar ki, təzyiqlər, baskılar var, getməyin Təbrizə. Təbrizdəkilərə də telefon olur, dəqiqə başı. Getməyin, məscidə getməyin, qəbristana getməyin, filana getməyin. Və məsciddə nə olacaq? Məsciddə demək, rejimin öz məscidi olmalıdır, başqa məscid olmaz. Ya rejimin məscidində qeyriyəcəksiniz, demək ki, yaş tutacaqsınız, yəni bizim kontrolümüz altında yaş tutacaqsınız, ya da tutmayacaqsınız. İkisindən biri. Görürüz, təsəvvür edirik ki, demək, bu insanın üzərində, bunun ölüsünün üzərində nə qədər baskı vardı, hələ dirisi. Və bir şey, bu, demək ki, Təbrizin o çox böyük və Təbrizin Azərbaycanın demək olar ki, bütün şəhərlərində, qəsəbələrində olan çox böyük bir miting var idi. Və bilirsiniz ki, bu miting 2006-cı ildən sonra Haray mən Türkəm deyə artıq tarixə keçdi. Və milyonlar insanımız demək olar ki, hər tərəfdən axındılar və özlərini mən Türkəm deyə dünyaya ispat etdilər. Yəni, mən nə Azəri deyiləm. İndi bu günlər bizim quzeyimizdə bu günlər. Azəri sözü demək olar ki, hamının ağzında tənəccüre olmuşdur. Kimsə yoxdur buna desin ki, sən Azəri deyilsən. Kimsə yoxdur buna desin, bu qondarmalığı sənə Rus qoyubdur, Fas qoyubdur. Bu qondarmalığı sənə ondan ötürü qoyublar ki, səni özlüyündən eləsinlər, milliyyətsizliyindən, öz köklərindən qopatsınlar. Kimsə yoxdur bunu. Amma nə mənədir? Amma demək olar ki, milyonlar insanımız orada çıxır və deyir ki, haray mən Türkəm. Mənim sadəcə bir pasportum vardı. Sadəcə bir kimliyim vardı. Sadəcə kimliyim, əsasım və hər şeyim Türklüyümdür və Türkəm deyə haray. Və ondan sonra Həsən Azərbaycanı bir çoxları kimi yüzlər insanımız, minlər insanımız tutulurlar və çox ağır işgəncələr altında olurlar. Demək ki, bizim böyüklərimizdən, asəqqəllərimizdən də tutulanlar vardı və ağabəylərimizdən də tutulanlar var. Həsən Azərbaycan bunların birindədir. Onların biri nə olur? Gedir zindana, hər kəs işgəncə altında, hər kəs özün biləkləri bir cüvurla geyib qurtarmaq istəyir. Bu gedir orada kalkulası qoyur. Kimlərə? Hər kim olur bu? Hasta olur,
gəlsin. İşgəncəki olur, olsun gəlsin, eybi yoxdur. Kim olur, hər kim olur olsun, gəlsin, mən burada ona nə edəyəm? Kalkulasiya qoyuyorum. Yəni siz təsəvvür edin ki, bu rejimi nə qədər alçaldır, bu rejimi nə qədər əski görür bu rejimi və bunu ispat eləmək istəyir ki, demək ki, gələcək bizimdir. Gələcək bizimdir və bizim olacaqdır. Sən istəsən də bu gələcək bizimdir, istəməsən də gələcək bizimdir. Sən istəsən də o millət orada öz müstəqilliyini, qurtuluşun istiqlaliyyətini əldə edəcəkdir, istəməsən də. Sən istəsən də Güney Azərbaycanın Türk Cumhuriyyəti qurulacaq, istəməsən də qurulacaqdır. Sən istəsən də, istəməsən də biz gələcəyimizi öz əlimizdə edəcəyik. Həsən bəy, ümumiyyətlə, mən sadəcə vaxtimi nəzər alıram, geçdi vaxtımda fikirəm. Sadəcə o üç demək olar ki, xüsusiyyətini elə belə qeydə dedim, necə deyim, başlıqlarda dedim. Əgər zaman olar, vaxt olar, onun başlıqları müəyyən dərəcədə açıq olur. Sağ olasın, təşəkkür ederim. Osman hörmətli və çox dəyərli bilgilər paylaşdınız, güzəllər hörmətli, rəhmətli Həsən bəy, adamın dili var mı belə rəhmətli? Həsən bəy desin, gəlsin, Həsən bəy ölmürdür, hamımızın ürəyində yaşayır, gözlərimizlə azadlığı görəcəkdir, vətən azadlığı. Gözəllik şair elədiniz, rəhmətli, yoxsuz ehtabınıza və o dəyərli şeiri ki, süleyibdir mənə, əvvəldanı hafıcı yox, öyrətli uşaqlıqdan hafıcı yox. Yeri gəlmişkən hörmətli, rəhmətli Həsən bəyin bir gözəl şeiri vardır, Eşq olsun adıyla. Qalacaqdır. Mən üzr istəyirəm, bunu unutdum ki, demək ki, Güneydə ilk olaraq bu qeydə çağdaş dövrümüzdə ocaq yarandı və Azərbaycan Mədəniyyət Ocağının Təbrizdə 400 hesabı ilə yenə Həsən Azərbaycan və bir çox dostlarımız bunun demək ki, kökünü qoydular. Əzəldən aşıq əmməm bir gülüzlü yarə eşq olsun. Onun dərdi vurubdur könlümə min yarə eşq olsun. Sazım eşqimdir, xalqım, sevgilim, ruhumdur, Azərbaycan. Kəsilsəm qurban arzumdur, düz ilqarə eşq olsun. Vətən sevmək günahdırsa, məni kafir hesab etsin. Çəkirsə üstümə hər kim qəmə qəddarə eşq olsun. Həmişə böyle susmaz Azər evladı, coşar hərdən, edəndə zülm edib salimlərə zilqarə eşq olsun. Dəmirçi, eşqə düzgün qalmayan alçaqdan alçaqdır. Bu eşqin yollarında qoy, qurulmuş qarə eşq olsun. Rəhmətli Həsən bəy, Dəmirçinin öz şeiri ki, dediği kimi də yaşadı zaten minlər insan yola verirkən bilməsin bunu. Çox gözəl bir şuar verində ki, Azərbaycan başın, sənin başın sağ olsun, böyük ustad, sənin üzünə olsun. Bu qədər bizə işıq sağladı, azadlıq verildi. Həsən bəy gəlmişkən, təbii Həsən bəyin böyük bir yolu olmuşdur. Ümumiyyətlə liderlərin böyük yolları olur azadlıq hərəkatının. Və bu sahədə çox geniş danışmaq lazımdır. O yüzden də hələ vaxtımızı nəzərdə alaraq, hörmətli arıq sizdən dəvət edirəm, lütfən təşrif gətirəsiniz və bu əsaslarda icazənizlə konuşasınız. Sağ olun, təşəkkür edirəm. Sultanlı Həsən bəy, Dəmirçiyə, Həsən Azərbaycan'a qəni rəhmət eləsin. Gerçəkdən də millətimizin nadir insanlarından birisi idi. Mən 3 məsələ toxunmaq istəyərdim. Bir gün Türk Azərbaycan Birliyinin iclasında rəhmətli Elsbəy Füzulinin bir beytini siyasi anlamda açıqladı. O beyt beləydi. Canı kim cananı üçün sevər, cananın sevər. Canı üçün cananın sevən, canın sevər. Gedib bu cananı Azərbaycan zəmr eləyin. Öz canını kim, canan, yəni Azərbaycan üçün sevirsə, o canı sevir ki, Azərbaycanı sevirlər. Canı üçün cananı sevən, yəni özü üçün, öz canı üçün cananın Azərbaycanı sevən, o Azərbaycanı sevir, öz canını sevir. Hər kəs öz canını sevər. Sıradan insanların hamısı öz canını sevər. Çünki öz canını sevmək instinkt bir şeydir.
bütün canlılara xas olan biyoloji bir keyfiyyətdir. Təhlükədən qaçmaq, nə bilim, ağırlıqdan qaçmaq, xəstəlikdən qaçmaq, normal bir biyoloji instinkt bir keyfiyyətdir. Amma bu instinktə qalib gəlib vətəni üçün öz canını sevmək hər adama nəsib olur. Bəs kimə nəsib olur? Burada böyük bir alimimiz, ruslaşmış Tatar türkü Lev Nikolayoğlu Gumilovya düşür, onun passionarlıq nəzəriyyəsi. Böyük bir nəzəriyyədir ki, Sovet dövründə ortaya qoydu, onun üstündə 10 illər boyu Sibir zindanını çəkdi, Sibir sürgünü çəkdi, amma dediyinin üstündə durdu və ömrünün sonlarında bütün dünya başladı Gumilovdan danışmağa, Sovet rejimi ona baş əydi. Amma ömrünün 50 ildən artığını zindanlarda, sürgünlərdə və təqiblərdə keçirmişdi, yazır. Onun passionarlıq nəzəriyyəsinə görə bəzi insanlar var ki, onlar sakit otura bilmir. Mütləq hansısa bir ideya can atır və o ideyası üçün ölümə gedir. Özünün qoruma instinktini gözə almadan, özünün qoruma instinktini heçə sayaraq hədəf üçün ölümə gedir. Və bu cür insanlara o passionar şəxs adı verdi və bütün insanları böldü 3 kateqoriyaya. Passionar şəxslər, harmonik şəxslər, bir də subpassionar şəxslər. Subpassionar şəxslər həyatın dibində olan insanlardır. 50 yaşlardan tutun, nə bilim, kimlərdən tutun da bunlar üçün qarından başqa hiçbir şey yoxdur. Qarından və öz şefindən başqa dünyada heç bir şey yoxdur. Heç bir müqəddəs dəyər yoxdur. Bunlar subpassionar insanlardır və azlıqda qalırlar həmişə. Toplumun içərisində azlıqda qalırlar. Toplumun mütləq çoxunluğu, haradasa 80-90% qədəri harmonik insanlar olar. Harmonik insanlar uyum içərisində yaşamağı, dəymə mənə, dəymə sənə, sakitcə yaşayar, heç bir yenilik olmasın, bir təhər öpüşək, elə rahatlıqla ömrümüzü başa vuraq da. Və aman da birdən bir stres olar, aman da bir dünya dağlar, aman da bir şey olar, bazardıq qədər sakit və sülh içərisində yaşayaq. Harmonik insanlar bunlardır. Və bir də passionar insanlar ki, razılaşa bilmirlər bu harmonik yaşamla, razılaşa bilmirlər, mütləq yeniliyə, başqa bir həyata, daha üstün bir həyata can atırlar və o can atdıqları hədəf üçün ölmədə gedirlər. Və bu passionar insanlardır ki, toplumu yeniləşdirir, toplumu sabaha aparır və hər cəhətdən toplumda bir tarixdən gələcəyə gedən böyük bir köprü salınmasında rol oynayır və millətin sabahının təməl daşlarını qoyur. Və o millətin halına ki, onun passionar şəxsləri çox az olsun. Və eyni zamanda vay o millətin halına ki, onun passionar şəxsləri qədərindən çox artıq olsun. Onda o millət öz içərisində bir-birini dilib dağıdacaq. Normal şəkildə passionar şəxsləri olan millət rahatlıqla qabağa gedəcək. Və Azərbaycan xoşbəxt xalqlardan birisidir ki, heç bir zaman passionar şəxslərdən məhrum olmuyor. Elə 20-ci əsrə baxın, ta ki, məşruta Səttərxan hərəkatından üzü bəri 20-ci əsrin sonu, 20-ci əsrin əvvəlinə qədər. Diqqət yetirin, görün nə qədər xalq hərəkatlarımız, milli hərəkatlarımız baş verdi. Nə qədər böyük şəxsiyyətlərimiz meydana gəldi, nə qədər qəhrəmanlarımız yarandı. Hamısı passionar şəxsiyyətlərdir. Və bu passionar şəxsiyyətlər bütün sahələrdə olur. Mədəniyyətdə, elmdə, siyasətdə, hərddə, hər sahədə bu passionar şəxslər olur. Hər biri öz varlığına uyğun, öz missiyasına uyğun işlər görür. Və bu baxımdan Həsən bəy passionar şəxsiyyətlərdən birisidir. Onun passionarlığı bir sıra sahələrdə özünü göstərir. Bir, Güney Azərbaycanda milli musiqimizin ayaqda durmasında, yayılmasında çox az adam olar ki, onunla müqayisə edilir. Gerçəkdən çox böyük gördü və bir kültürel passionarlığını ortaya qoydu. Kültürel sahədə özünün böyüklüyünü, üstünlüyünü ortaya qoydu. Həsən bəy ictimai sahədə millətin qəbirlədiyi bir asaqqalıdır, birləşdirici bir asaqqalıdır. Nə qədər zidd insanlar olsa, nə qədər bir-birinə zidd qruplaşmalar olsa, hamısının üst tutacağı bir milli asaqqal varıdır, bu da Həsən bəy. Və eyni zamanda rəhmətli Zeytabi, eyni zamanda millətin dəyərli asaqqallarından rəhmətli
Zavateyər, Afərzanə və başqaları o qədər adamımız var idi ki, saymanla düşənin deyil. Həddindən artıq o birləşdirici ağsaqqallı gənclərə eğitim verə biləcək, gəncləri yetişdirə biləcək, sabaha hazırlaya biləcək ağsaqqallarımız. Və Həsən bəy də bu cür ictimai ağsaqqallarımızdan birisiyik. Və üçüncü onun passionarlığı milli siyasi passionarlığı. Ki, Həsən bəy qədər milli varlığımızı yüksəldən, kadrlar yetişdirməyə, toplumu sabaha, milli yönə hazırlamağa qabil olan az-az insanlarımız oldu. Və bu cəhətdən Həsən bəyin passionarlığı gerçəkdən də böyük bir passionarlıqdır və bu passionarlıq təbii ki, sıradan çıxa bilməz. Niyə? Çünki Qumilovun passionarlıq nəzəriyyəsində kristallaşmış passionarlıq deyilən bir anlayış var. O da nədir? Şəxsiyyət, passionar şəxsiyyət öz sevrəsində bir enerji sahəsi yaradır və bu enerji sahəsinə daxil olan insanlar istər-istəməz o şəxsdən enerji alırlar və həddindən artıq aktivləşirlər. Baxırsınız ki, bir enerji sahəsinə daxil olan insanlar özlərindən asılı olmayaraq qorxağı qəhrəmana çevrilir. Nə bilim, ağılsızı ağıllıya çevrilir o milli şuur baxımından. Və hər cəhətdən pasiv, heç bir fəaliyyət olmayan adam aktiv, ciddi şəkildə çalışan bir insana çevrilir. Niyə? Çünki passionar sahəyə daxil olur. Ona enerji verildi, ona bir güc, təpər, hünər verildi o passionar sahəyə daxil olmağına. Və zaman daxilində bu passionarlıq ki, passionar şəxsin səbəbinə mövcud olur, o adam rəhmətə gedəndən, o adam dünyasını dəyişəndən sonra kristallaşır və bir kültür dəyərinə çevrilir. Kültür dəyərindən çevriləndən sonra toplum həmin kültür dəyərini 1000 illər boyu yaşadır və daim ondan enerji almağa çalışır. Baxın, Babək. Bu dəqiqədə Babək qalasından insanımız gedir. Babəkin adı ilə hərəkət edir. Babək öz üçün bir nümunə, bir örnək sayır. Niyə? Babək 1000 ildən yuxarı bundan qabaq yaşamış bir insanımızdır. Amma bizim üçün bir enerji qaynağıdır. Koroğlu, Səttərxan və ya hansı olur olsun, bizim üçün bir enerji qaynağıdır. Niyə? Çünki bunların passionarlığı kristallaşmış şəkildədir. Kristallaşıb, əbədi bir kristalla çevrilir və toplum ondan yenə bir nəsə alır, ondan bir güc alır, enerji alır. Və Həsən bəyin də passionarlığı bir kristallaşmış səviyyədədir. Onun o kristallaşmış passionarlığının ən mühüm, ən önəmli yönlərindən birisi onun musiqi əsərləridir. Ki, millətə aşladığı siyasi şeirlər və siyasi mahnılardır. İstər səhəndə olsun, istər başqaları olsun, hər birində milli şuur aşılamağa çalışır. Başqa bir tərəfdən Həsən bəy bütün varlığı ilə can atdı və insanları sevləsinə yığıb, onların təşkilatlanmasına hər cəhətdən önəm verdi. Hər cəhətdən çalışdı ki, Azərbaycan eşliyindən insanlarımız nəfəs alsın və bu istiqamətə, bu hədəfə yönəlik olsun. Və bu yöndə müəyyən yazılar da yazdı, müəyyən sözlər də dedi, müəyyən fikirlər irəli sürdü və ayrı-ayrı hadisələrdə, ayrı-ayrı məsələlərdə öz düşüncəsini ortaya qoydu və bunların hamısı da yaddaşlardadır. Və burada mən üçüncü məsələ toxunmaq istəyirəm, yaddaş anlayışına. Bir dəfə Mahmud Bəcinin keçirdiyi Şəvəliyə yönəlik bir tədbirdə mən danışdım bu haqda. Yaddaş iki cür olur. Sosioloji elminə görə. Bir var fərdi yaddaş, bir var kollektiv yaddaş, toplumsal yaddaş. Fərdi yaddaş bizim hər birimizin yaddaşımızdır. Amma bu fərdi yaddaşın ömrü o fərdin ömrü gəlmez. O fərdin ömrü başa çatdısa, onun yaddaşı deyil. Onun yaddaşında olanlar deyil. Amma toplumsal yaddaş elə bir şeydir ki, bir fərdin fəaliyyəti toplumun yaddaşını oxur və toplum qaldırsa o toplumun yaddaşında yaşayır. Və onun fəaliyyətinin 50 yönü var, onun deyək ki, onu gözəldir, 40-ı pisdir, o pislər unudulacaq. Amma yaxşı işləri və yaxud tərsinə 40-ı yaxşıdır, onu pisdir, baxasınız ki, 40-ı unudulacaq, onu qalacaq. Hər kəsin gördüyü işlərin dəyərinə uyğun olaraq ki, millətin, toplumun yaddaşında necə qalır. Və toplumun yaddaşında qalmaq artıq o kristallaşmış passionarlığın əlamətidir.
Eyni zamanda sosiologiyada bu yaddaş məsələsinə yanaşma baxımından başqa bir bölgü də var. Buna deyərlər kültürel yaddaş və kommunikativ yaddaş. Kommunikativ yaddaş, yəni ünsiyyət yaddaşı. Kim Həsən bəylə ünsiyyətdə olub, o adamın yaddaşında Həsən bəylə bağlı nələrsə var, hansı xatirələrsə var. Amma onun elə yaddaşı fərqli insanların yaddaşı kimidir, ömrünə bağlıdır. O adam dünyasını dəyişdirsə, yaddaşı da getmişdir. Kommunikativ yaddaş unutqandır, tez sıradan çıxandır. Amma kültürel yaddaş, o toplumsal yaddaşdır, o qalıcıdır. Və buradan mən bir nəticə çıxadıram, bu elmin ortaya qoyduğu bu mahiyyətdən bir nəticə çıxadıram. Nə qədər ki, kommunikativ yaddaşda Həsən bəylə əlaqəsi olan insanlarımız var, nə qədər ki, onların hələ yaddaşında çox şey itirilməyib, mütləq və mütləq Həsən bəylə bağlı nə yaxşı, doğru, düzgün xatirələr var, yığılmalıdır bir yerə, çap edilməlidir ki, gələcək nəsillər onu görsün, eşitsin, bilsin. Və əgər belə bir şeylər olarsa ki, mütləq olmalıdır, yalnız sözdə qalmamalıdır bu məsələ. Çünki Həsən bəyin çevrəsində olub, onunla təmasda olub, onu görən insanlar 30-40 ildən, 50 ildən sonra yaşamayacaqlar. Uzağı 100 ildən sonra yaşamayacaqlar. Və onlar unudulsa Həsən bəy demək unudulmalıdır, yox. Və Həsən bəyin qalması üçün o kültürel yaddaşa keçib, toplumsal yaddaşın kristal stasionarlığına çevrilməsi üçün nə lazımdır? Mütləq və mütləq yaddaşlarda olan Həsən bəyin nəyi varsa hamısı yığılmalıdır, çap olunmalıdır və ümumən malı olmalıdır. Mən elə bilirəm ki, belə bir işi Azərbaycan evi boynuna götürsə ki, ən azı o cür xatirələrdən, o cür məsələlərdən birisini də bir əsərə hazırlanıb, çap edilməsində Azərbaycan evi bir öz xidmətini göstərsin, elə bilirəm, yaxşı olar. İndi bir təklifdir, təbii ki, burada yeri gəlib mən deyiləm. İnşallah ki, bunun müzakirəsini elədik və belə bir əsər hazırlanıb, çap edilməsi elə Həsən bəyin ruhuna yönəlik ən dəyərli adımlardan birisi olar. Diqqətinizə görə təşəkkür edirəm. Sonra hörmətli Arif bəy çox dəyərli və çox yerində bir təklif idi gerçəkdən. Hörmətli Arif bəy buyurduğu kimi tarix yazıb, tarixə çevrilən şəxslərimizi yazıb saxlamalıyıq. Hörmətli Arif bəy. Çok güzel. Yani biz geçen hafta diyelim, yaz gününde de bir təşkil ortaya koyup burada qəbul oldu. Şəhsən bəyin doğum gününü biz neyse bir ad olursun. Eğer bize o işi görebilirsek, demek ki bunun ad gününe onu isteyelim hazırlayalım. Onu da bir bir program bizimle geçsin. Təbii ki. Arxımızı unutmamaq gerək ki, yəni keçmişimizdən gələcəyimizə körpü açıb, gələcəyimizi yaşadıq. Həsən bəy bir şəxsdir ki, onu görüb sevməmək imkansızdır və hamının bir xatirəsi var. Həsən bəy hamıya bir yardımı keçibdir və hamı da ürək sözünü paylaşmaq istəyirdir. O oradaysa, burada da belədir. O üçün proqramımızda bir balaca dəyişiklik var, söz deyənimiz, ürək sözlərimizi paylaşmaq çoxdur. O üçün biraz proqramlarda fəaliyyət ola bilər. İndi isə hörmətli Mahmud bəy sizdən dəvət edən təşkil edirəsiniz. Hörmətli Mahmud bəy də uzun zamandan bəri Həsən bəylərin içərdən, dışarıdan, yaxınlıqdan tanışlıqları vardı. Və təbii ki, sizin də fikirlərinizdən çox dəyərli. Xanım bəylər, sevgili saygılı insanlarımızdan imkanı yarattıqları üçün təşəkkür edirəm. Demək ki, 33 il bundan öncə Həsən bəyin adını Təbrizdə eşitdim. Gizlin yaşırdım. Bu gizlin yaşamında millətçilər yardımcı olmuşdular. Musiqi klaslarının otaqlarında, yer altlarında Azərbaycan məsələsindən tanış oldu. Onda Həsən bəyin adını deyəndə birisi var idi ki, Həsən bəyə qarşı idi. Dedi ki, o Həsən Azərbaycan var deyirlər. Çox əl yolğun, dəmirlə işləyən, tar çalır. Onu bir şey çəkdi. Mən də ki, tanımırdım, bilmirdim məsələdən. Amma bugün o səhnəyə baxanda, 33 il bundan öncəyə baxanda görürəm ki, düzdür, o tar çalırdı. Amma tarın həm
muzikimizi yaydı, həm milli məsələmizi yaydı, həm millətimizin ürəyinin tarlarını elə çaldı ki, millət Həsən bəyə yavaşaraq torpağa verdi. Yəni, ən böyük müzisyəni belə Güneydə heç bu cür torpağa verməzdir. Bu da rejim üçün, bu İslam rejiminin bu şəraitində. Həsən bəy niyə bu sahibliyini qazandı Azərbaycan Türk millətinin içində, Türklərin içində və özəlliklə milli hərəkatı anlatsında? Bir Həsən bəyin tutduğu metod ki, müzikdən başladı, kültürel fəaliyyətdə, eyni halda siyasi fəaliyyətdə. Yəni, Həsən bəy rəhmətli Əmani ilə, rəhmətli Səncid Bəxtavər ilə birlikdə, digər milli fəallarımızla birlikdə hər olay ki olurdu, təslim tutdular ki, nə üçün biz bu olaya qatqımız olsun, Azərbaycan milli hərəkatına. Yəni, demək ki, Həsən bəy mühəndis Əmaninin yanında ki, müəyyən bir siyasi bir fiqur idi. Yəni, Səncid Bəxtavər bəlkə müəyyən bir siyasi figurlardır və digər milli fəallarla birlikdə heç çəkilməz. Axır ömrünə dək elə gənə də milli fəalları ümumən yığırdı. İndi Ocaq adı ilə, Ağsəqqəllər adı ilə, nəyini Həsən bəy başda olmaqla milli hərəkatımızın içəridə aparıcısı və dayağıdır. Mən Həsən bəyin şəxsi o karakterindən bu özəlliyi görürəm ki, eləyə bildi belə bir gücə malik olsun. Niyə Həsən bəy sadə, dərin, mehriban və özünü böyütmən alçaqgöyü bir insan idi. Və onun sədaqəti, fahiliği milli hərəkətdə çox rahatlıqla özünə yer açdı. Elə Vərzqan hərəkatı ki olur, İran rejimi çalışır ki, zilzədə məsələni unutmuş kimi göstərər və heç hərəkət yoxdur kimi göstərər. Həmən görürük ki, Həsən bəy başda olmaqlığına milli hərəkətə geçsin. Bizlər xaricdən yardım yollayacaq, kimə yollayaq? Həsən Ağayev. Elə bu yotuboldan yığdıq, müəyyən bir pulu Həsən Ağayevə yollayaq. Sonradan müəyyən bir qüvvələr rejim tərəfindən ki, buna pullar gəlir, casusdur, eşkən verilir, biləsi məhkəməyə verdilər, onun zindanını çəkdi. Həsənin çox pərvəndəsi var idi. Hər hərəkətdə bu elə çoxun pərvəndələ də getdi rejim tərəfindən. Amma onun o sadəliği, o Vərzqanda gedib, digər yoldaşlarıyla birlikdə əmələ kimi sürətçixana düzəldilər. Burada bu insanlara ki, sürət lazımdır belərinə, bu Həsən Ağanın sadəliği və nə qədər millət sevərliyinin gözəl bir göstəricisidir. Həsən Ağayla 20 il bundan öncə şansım oldu. İlk öncə, bəlkə də 20 il bundan öncə, indi dəqiq deyə bilməm. Amma 20 il bundan öncə əslində mütməyindir. Stokholmda görüşüm. Görüşdə dedim Həsən Ağa, mənim adım Fazilyandır, o at mənim incidir. Sevirəm ki, bunu belə bir ayrı at götürəm, bilməm nə deyil. Bunun adı mənisi Bilcindir də, Bilcin qoy da. Dedim, bilgin belə çox belə özüm bilgiləndirər olur, biraz da pis olmur. Dedim, Fazilyan da odur da, o mənisi bilgin. Mən adımı dəyişdim, o gündən 20 ildən çox bilginlər. Həsən Ağa dedi əsasında. Aynı günlərdə Həsən Ağa qonağımız oldu YouTube'da. Dedim, Həsən Ağa, milli hərəkətimizə, mənim düşüncəmizə bayraq lazımdır. Biz Azərbaycan Cumhuriyyətinin bütövlük bayrağımızla içəridə fəaliyyətimizi sürdürməyimiz zorluqla üzbəyizdir. Dedi, mən də bilirəm, biz bunun üstündə işləyirik Təbrizdə, Babək qalasında çıxardacaq. Və sonradan da çıxdı, Babək bayrağı ilə, yaşıl, göy bir bayraq, Babəkin şəkli içində. Amma çox biraz, çox siyasi şey olunmadı, elə alınmadı. Ancaq bu düşüncəsində, yenilik yaradaq, bir şeylər eləyək ki, hərəkətdə bir yenilik olsun. Bunların hamısını Həsən Ağayla mən yaşadım. Həsən Ağa Dəmirçi bizim Güney Azərbaycan hərəkatının doğrudan tarixidir. Gözəl önəli oldu Arifbəydə. Yəni, bu tariximizi saxlamaqdan ötürü Həsən Ağanın yaddaşlarını kətb etmək, məktub etmək, şərtli surətdə saxlamaqdır. Özü ilə milli hərəkətimizin tarixinin müəyyən bir bölümünü saxlamaqdır. Çünki Həsən Ağasız Güney Azərbaycanda elə bir ictimai, siyasi hərəkət olmaqlığın düşünməsi zordur.
mütləq Həsən ağanın orada müstəqil ya dolayısı yolundan etkisi olmuşdur. Həsən ağa şəxslərlə də bağlı hamı ilə çalışırdı ki, o böyüklüğünü saxlasın və çalışırdı ki, təşviq etsin. Yəni, bu çox önəmli məsələdir. Hər, demək ki, bayramda bir bahana ilə Novruz bayramında mən zəncə çağırmasın. Elə bu Novruzda yenə zəncə açdım, bayramı təbmişdim. Hər dəfə illər, neçə illərdə düzəltçilərim bundan danışdı. Həmən bir sözü bu üçün fəaliyyətlərinizə təşəkkür edir. Böyük işlər görürsünüz. Yəni, bizim o Avropa ilə görüşlərimiz, kongilərlə görüşlərimiz, yəni hamısı diqqətlə izləyir. Və azlaraq insanlardan idi ki, istiqbal və təşviq ilə qarşıdır. Adam əsas edir ki, birisi vardır ki, edə bilirlər, sözümü onunla paylaşan, dərdini ona deyən və ondan müsbət enerji alır. Yəni, belə bir gücü biz itirdik. Amma təbii, hərəkət o qədər güclüdür ki, yüzlərcə Həsən ağa dəmliçini getirəcək gedirdi. Həsən ağa elə bir toxum səpmədi. İndi Həsən ağanın bircə digər milli fəallarımız, böyüklərimiz ki, bu yerdə qalsın. Və bugün Güney Azərbaycan Milli Hərəkatının bu aşamaya gəlməsində təbii ki, Həsən ağanın böyük səhnədir. Mən də öz növbəmdə böyük ustadımızın önündə baş əyirəm və çalışacağım ki, Həsən ağanın yolunun devamlısı olur. Ruh şadır. Sağ olun, təşəkkür edirəm. Həsən bəy haqqında nə qədər danışsaq da belə zaman-zaman tarixin haqqında tarix boyu qədər danışmaq lazım. Nə qədər də danışsaq bitməyəcək. Bu arada bəlkə bir sözə toxunmaq gərəkir. Biz burada 40-ı keçiririk. Təbrizdə necə keçiririk? Birazdan filminə baxacaq, bir bölümdür. Milli fəallar yenə də bir ilkə yol çəkdirir. Amma axşam çağı məscidə girmişik. Cavadül Əyilmə adında bir məscid Təbrizdə. Bu məscidi də əmniyyəti məmurlar çox maraqlı bir məsələdir. Ən azı 5 dənə digər məscidə Təbriz şəhərində başvuru yapılır və hamısı yox, biz Həsən bəylə, Həsən bəy Hərqoli, Həsən Azərbaycan adında bir şəxslə bağlı 40 mərasimi keçirməyə iznimiz yoxdur deyirlər. Bütün Təbrizdə 5 dənə ən azı məscidə başvurulur. Və hamısı deyirlər ki, Cavadül Əyilməyə getməlisiniz. Nə üçün? Çünki o məscid əmniyyəti məmurların əlində. İçində və dışarısında dürbünlər vardır və bütün hər kəs gəlir, gedir, açıqca çəkə bilər və əmniyyəti məmurlara verər. Məhətdə deyirlər, tamam, olsun ki, Həsən bəy sözü gəlirsə, heç bir zəd önəmli deyildir. Qərar qoyulur və məscidə gedir. İndi birazdan sonra görəcəksiniz. Məscidə getdikdə əmniyyəti məmurlar əllərindən gələni edirlər ki, bu mərasim yarımçılıq. Səs sistemi kəsirlər ortada. Biraz keçir, işıqları belə kəsirlər. Biraz keçir, məsciddə molla çıxıb danışmalıdır. Onu zorla qabağa götürürlər, o geçsin danışsın. Amma bunların hamısına milli fəallar dayanırlar. Sonuc etibarilə əmniyyəti məmurlarının hamısını dışarıya qovadırlar. O mollanı belə dışarıya götürürlər. Artıq özləri qaranlıqda olsun belə, içəridə otururlar və tədbir davam edir. Çıxışlar olur Həsən bəy haqqında, söz oxunur. Məsud Əmir Səfər bəy cənabları məsciddədirlər. Bu məscidin içində söz oxundur, amma almışlayır. Və sonunda da Həsən bəyin ruhunun və digər şəhidlərimizin arasında bir dəqiqə məsciddə dururlar və sayılmışlar. Bu bir ilkdir. Bu ilkilə ancaq elə gənə Həsən bəy bura qol çəkdi. Bundan öncə ölməmiş. Amma Həsən bəy, Hörmətli Arifə buyurduğu kimi, o qədər enerji qaynağıdır ki, milli fəallarda o enerjini alırlar. Hər iş görə bilər. O üçün bir balaca bu mərasimlə bağlı, bəlkə yaxşı olaraq 10 dəqiqəlikdir. Amma Həsən bəyə gəldikdə, Həsən bəyin millətçiliklə bağlı düşüncələr yerində və onun da bir musiqi ərsəsində də çox böyük əməkləri olurdu. Necə ki, toxunur. Bu sahədə hamıdan bəlkə daha yaxın tanıyan və daha çox zaman keçirən hörmətli bəyərimizə təşrif gətilərsiniz. Olursa, Həsən bəy bu sahədə sizin bilirsiniz, daha da fazla. Hamınızı salamlayıram. Axşamınız xeyir. Təşəkkür edirəm. Söz verir. Həsən bəyi
29 il bundan öncə, daha dəqiq 29 il yarım bundan öncə Təbriz şəhərində 12 yaşım varkən gördüm Həsən bəy. Əmimin toyuydu, Eldar bəy tanıdı, Həmid əminin toyuydu. Həsən bəy tarı ilə dostlarla gəlmişdilər. Həmid əminin toyunu salacaq. Nə bilim, bizdə də bir adət olmuşdu evdə, hamımız oxuyurdu. Uşaqlı böyüdü, hamı oxuyurdu. Həmid əmi oxuyan olub, biz də öyrəşəcək. Əminin toyunda qalxdım, məni də çağırdılar, gəl bir sən də bil olur. Həsən ağanın bətər xoşuna getdi. Necə sənin bətər səsin var, sən belə bətər oxuyan ola bilərsən sənə. Gəl başla canım. Mən oxumaq istəmirəm, mən özüm öz səsimi eşitdiyimdə Həsən ağa, mən utanıram. Lütfən, sən olar, gəl sənə muğamları öyrədəcəm, sən yaxşı xanəndə olarsın. Nəysə, bu tanışlıq muğamlarla başladı, mənə yavaş-yavaş oxumaqlarla, mahnılarla. Ondan sonra kamança sevgisini məni buraxmadı. Özümün səsimdən xoşum gəlmədiyi üçün kamançıya başladım. Həsən ağanın mənə verdiyi dəstək, mənə verdiyi yardımlar bu yolda, mənə təşviqləri, mənə meydan vermələri hər zatdan önəmli. 3 aydır kamança çalmağa başlamışdım, məni özü ilə səhnəyə çıxardı. Şəhriyar ölümün münasibəti ilə Şiraz danışqanında bir proqram getirilirdi. Rəhmətli, hətmən sən olmalısan, kamançanı sən çalmalısın. Həsən ağa, mən 3 aydır kamançaya başlamışam, olmaz. Gəl canım, elə bir şeydə, gəl çalacaqsan, gəl təmrin edər, biraz məşq edərib çalarsın. Belə-belə meydan verməklərlə, belə-belə cavanlara yol açmaqlarla, baxın, indi Təbrizimizdə nə əjdaha musiqiçilər var, nə əjdaha kamança çalanlar, nə əjdaha tar çalanlar var. Nəyin sayəsində? Bu kişinin alçaq göyüllülüyü, bu kişinin cavanlara meydan verməsi, bu kişinin cavanları bəzi musiqiçilər kimi sən uşaqsan otur yerində demədiyi üçün nə gözəl cavanlar, nə gözəl musiqiçilərimiz gəlişiblər və həqiqətən musiqimiz, Azərbaycan musiqisi Cənubda yaşamasın Həsən ağaya borcludur. Bunu mən belə bu sözün üstündə əlimi hər nə üstünə desəz deyib, and içib şahid gətirir. Bu kişi Azərbaycan musiqisinin ölməməsinin qabağını alır. Rəsmən Təbrizdə Pasaj, Eldar bəy hamıdan yaxşı tanıyır, Təbrizli dostlarımız da bilir. Pasaj məhəlləsinin musiqisi, aralıq musiqisi. Baş almışdı, gedirdi Təbrizdə. Fars aralıq musiqicilərinə Azərbaycan sözü ilə Məlam biləzi Allahından tut, nə bilim, belə də aralıq musiqisi baş almışdı, gedirdi. Azərbaycanın musiqisi ölüm halindəyik. Bu kişinin sayəsində mənim öz ustadım olan Əli Fərşbaf skripkanı, violonu buraxıb kamança aldı əlinə. Bu kamançanı yaşatmalıyıq. Ölmüşdür, kamançanı kimdir tanıyan Təbrizdə? Həsən ağa oturdu, rəhmətli Əli ilə, canı sağ olsun Əli ağanın. Oturdu, söhbət elədi. Sən bu işi burax qardaş. Bu skripkanı qoy bir ağa, kamançanı götür. O da, Allah onun canını sağ eləsin, xəstədir bilirəm, qocadır, xəstədir. Amma az zəhmət çəkmədi o da. Kamançanı yaradı, kamançanı deyil. Və alçaq göyüllü ona Mahmud bəy işarə elədi, Eldar bəy işarə elədi. Bu kişi kimi alçaq göyüllü. Azərbaycan muğamını onun kimi bilən İnanmıram ki, artıq bu anda yaşayan olsun. Tamam, yaxşı tarçalan dəyildi, özü də bilirdi. Həsən ağa tarçalan dəyildi. Tar formalitə bir şeydir Həsən ağanın əlində. Hər belə normal, hər kim görsəydi, bəlliydi Həsən ağa yaxşı tarçalan dəyildi. Amma muğamatı Həsən ağa kimi bilən artıq yoxdur. Bu an yoxdur. Azərbaycan muğamatın
o qədər dərin, o qədər detallı bilən və öyrətmə imkanı. Həsən abi çox yaxşı bir müəllimdir. Bu barədə kitab da yazıb, Azərbaycan muğamlarını yazıb, muğam kitabını yazıb. Bu səviyyədə bilgisi olan insan çox alçaq gönüllü, çox belə yox, sən yaxşı bilirsən, sən daha yaxşı bilirsən, burasını sən daha yaxşı oxudun, burasını sən daha yaxşı bilirsən. Hamımıza gəlişməmizə imkan verdi. Sonunda o kişinin mənim boynumda atamdan çox olmazsa, atam qədər. Haqqı var. Haqqı var. Bir oğul kimi təşəkkür edirəm sizə. Buraya yığışmazınız üçün. Bağışlayın. Əlbəttə ki, arzumdur ki, daha çox dostlarımız burada olardı. Daha çox iddialı, daha çox şoarçı dostlarımızdan burada görərdim azından. Bir şəkil çəkib internetə qoyardılar azından. Ad üçün, şöhrətbazlıq üçün. Nə yazıq ki, çox azıq burada. Amma hamımız əllərinizi, ayaqlarınızı öpürəm. Sağ olun. Təşəkkür ederim. Sağ olun. Sağ olasın, hörmətli Nəsib bəy. Zaman insan doğulanır, yəni siz şöhrələdiniz kimi də çox zor insan qabağını ala bilir, göz yaşları gəlməsin. Və Həsən bəy haqqında danışmaq gerçəkdən deyilən insan rəhmətdir. Deməyə də gələ bilir. Bayaq hörmətli bəylərlə söhbət edirdik, gerçəkdən bilirsə duruqduq. 55 gündür Həsən bəy yoxdur aramızda. İnsan düşünə bilmir, zaman düşünə bilmir. Çünki hər zaman düşünürdü ki, Təbrizdə Həsən bəy var. İndi işləri nəzir qabağa keçir. İşləri nəzir yürüyəcək. Və əlimizdən aldılar olsun da ki, yolu gedərli və yolu devam edir. İndi isə gedişada biraz hızlandırmaq üçün hörmətli Divan bəy təşrif gətirsinlər. Hörmətli Divan bəy gənc siyasi fəallarımızdan daha Həsən bəy yaxından içəridə də tanıdıqları üçün daha vaxtda, daha fikirləri öyrənir. Çox bir həssas durumda, həssas zamanda Həsən bəy itirdi. Çox böyük bir itki idi. Hər zamandan çox sanıram ki, bu günlər Həsən bəyə ehtiyacımız var idi. İndi bölgə qaynayır və milli hərəkətin ortaya qoyacaq bir ad, bir mənzil gərəkir. O yüzden Həsən bəy kimi deyə bilərəm, zamanında içimizdə olan ən birləşdirici bir şəxsiyyət, ən mehvər bir şəxsiyyəti itirdi. Unudulmazdı Həsən bəy. Ən azından o zamana sanki gənclik marşı salınacaq. Həsən bəy özəlliklə o marşı hər kəsdən çox yaydığı üçün, onun yayılmasında hər kəsdən çox rol olduğu üçün mən düşünürəm ki, Həsən bəy də yaşayacaqdır. 2000-ci ildə Təbrizə yerləşdim. Həsən bəylə çox az görüşməyimiz oldu. Ona baxmayaraq, deyə bilərəm, çox fəaliyyətlərimizin bir çoxunda dolaylı yollarla Həsən bəyin dəstəyini almış oldu. Düşünün, konsert quracaq üniversitədə. Həsən bəy pulumuz yoxdur, olsun gəlir, elə eləsinə saldıq, pul mühümlər. Və hər zaman bizim cələsələr belə olardı ki, gedib danışardı xərasətlə, İttihatın üniversitədə olan qolu ilə ki, bizim mərasim belə keçiriləcək, elə keçiriləcək.
Sonra bunlar mərasim başlayandan sonra hər zaman bir deysinlər ki, yox, daha qoymarıq, bağlayacaq. Və yadındadır ki, Səttarxan mərasimində idi, Təbriz Azad Bilim Yurdunda. Orada pərdələr bağlandı Həsən bəycilik sala-sala və Həsən bəy pərdənin arxasından çıxdı, özü təkini eşidə və başladı Azərbaycan marşını çalmağa. Və hətta sizə deyə bilərəm ki, biz zindana gəldiyimiz zaman o otaq iç biz qalırdı, Həsən bəy bir neçə ay oradan öndə çıxmışdı və hər kəs bizi Həsən bəyin adı ilə tanıyırdı. Hətta birisi zindanda birisi ki çıxır gedir, o öz əşyalarını verir oradakı qalanlara və biz orada işlətdiyimiz flaskıdan tutdu, istikaddan tutdu, nədən tutdu, hamısında. Hətta orada da Həsən bəyin təsiri, sayəsi var idi. Və unutmaram, bunu da deyim, sonra bir ayrı mövzu açacaq. Xordad qiyamları universitetdə olar olmaz, yəni sabahsına qərarlaşmışıq ki, Təbriz Universitetdə, Urmiya Universitetəsində, Tehran Universitetəsində və bir neçə universitetdə keçiriləcək təzahüratlar, etirazlar. Və dostların birisi ki, Həsən bəylə yaxın idi, ondan mən istədim ki, Həsən bəylə danışsın və şəhər etirazlarını da planlaşdırmaya. Çünki universitetlərin indiyəcə ona qədər sabiqəsi olmayan qədəri bir enerji var idi, bir etiraz, bir istər var idi olacaq və o cür də oldu. Dostlardan istədim ki, Həsən bəylə danışsın və bu şəhər etirazlarında əlimizdən gələni eləyək. Və o Təbriz Universitesi birinci universitet olduğu üçün onlar xəbərlidirlər, xəbərləri var, yox, hələ xəbərimiz yox idi. Və dostumuz getdi, sabahsı gələndə elanla gəldi. Həsən bəycil elə universitet ilə bərabər bunu qərarlaşıblar, tarixi bəllidir falandır, bu da afişidir. Yəni, ondan da o hazırlıqları var idi və hansı tarixdə olacağı da var. Amma icazə verin bir ayrı mövzu açsın Həsən bəyin haqqında. Arif bəy gözəl işarə elədi. Mən də deməli elə təqribən eyni baxışdır, amma bir ayrı açıdan yanaşmaq istəyirəm. O da budur ki, bu gəlişmə bilimi, xalqların, ölkələrin gəlişmə hansı faktorlara bağlıdır? 4 faktor sayırlar, 4 sərmayə sayırlar ki, o sərmayənin olması və daha doğru düzgün kullanmasından bir ölkə inkişaf eder. Birisi ekonomidir, iqtisadi sərmayədir. Bilirsiniz, onu açıqlamaya gerek yoxdur. İnsani sərmayədir. Nə qədər oxumuş var, nə qədər kadr var. Üçüncüsü ictimai sərmayədir, sosial sərmayə. Dövlətlə millət arasında bağ necədir? Bir-birinə güvənirlər, güvənmirlər. İnsanlar bir-birinə güvənirlər, güvənmirlər. İnsanlar bir-birinə ortaq olub bir iş görmə istəkləri var, bir-birinə o qədər həddə güvənirlər. Və sonuncusu simbolik sərmayədir. O insanlar ki, insanları, xalqı toplaya bilir və ya o simgələr ki, insanlar ona görə hörmət qayıdırlar, onun ətrafında toplaşa bilirlər, bayraq biridir, sonra hətta turisti yerlər də onların biridir ki, ora insanları toplayıb deməli, qazanc əldə etmək olar. İndi icazə verin bunu milli hərəkətimizdə tətbiq edək. İstər-istəməz milli hərəkətdə dövlətçilik iddiasında olduğu üçün və ha belə bir gəlişmə sürəcinə girdiyi üçün, bir ölkəni, bir xalqı gəlişdirmə iddiasında olduğu üçün məncə bu teorini buna da tətbiq eləmək olar və elə saydığım kimi də bunu sıralamaq olar. İndi gəlin Həsən bəyin şəxsiyyətini, Həsən bəyin rolunu bu 4 sərmayədə dəyərləndirək ki, nələr verdi bizə. Və necə oldu ki, bu bizim o simbolik sərmayələrimizin birinə çevirdi. Başda olmaqla ekonomi sərmayəsindən. Hərəkətimiz yoxsuldur və başladığı kəsimdə yoxsul və biraz da orta kəsim olardı. Onlarda da o qədər pulumuz yoxdur. İndi də görürük. Heç bizim Fars
hərəkatlarına baxmayaraq, mərkəz hərəkatlarına baxmayaraq bizim hərəkətdə o qədər pul yoxdur. Könüllülük əsasındadır. Amma yenə də bəzən para ehtiyac olur. O para nəyə ehtiyac olur məsələn? Elə o afişləri çıxartmağa. Elə məsələn, sizə deyim, bir insan tutulur, məhbus tutulur, onun ailəsini para çatdırmağa. Burada para şərtdir. Və Həsən ağa olduqca əlindən gəldiyi qədər malın, varlığın bu yolda qoydu. Düşünün, birisi tutuklanıb, onun sərbəst, müvəqqəti olaraq sərbəst buraxılması üçün sənəd gələcək, ev sənədi. Həsən bəy Təbrizdə tutuklanan birisi olmalı ki, sənəd ehtiyacı ola və sənədini, evinin vəsiqəsini aparıb vəsiqəyə qoymayalım. Bu bunun. İkincisi, kadrlaşma, insani sərmayə. Bizim bugün zəif olduğumuz bir nöqtə. Həsən bəy olduğu qədər, əlindən gəldiyi qədər bizim insanlarımızı yetişdirmək üçün, oyatmaq üçün milli hərəkətdə və daha doğru bunları təxəssüsü dallara yönləndirmək üçün əlindən gələni elədi. İndi birini burada şahid olduq ki, dostumuz açıqladı. Amma bunlardan daha önəmli mənə görə Həsən bəyinin bizim ictimai sərmayəni formalaşdırmasında və onun doğru düzgün işlətməsində roludur. Baxın, bu dəqiqə bizim milli hərəkətə bir tənqid deyilir və məncə də bir həddəzən keçərlidir. O da budur ki, bizim hərəkət səlbi bir hərəkətdir. İndi vardır istisnalar, amma doğrusu budur ki, baxanda bizim hərəkət bu dəqiqə gözləyir ki, bir ihanət olsun, bir aşağılama olsun və ondan sonra çıxsın xiyabana. Yəni bir şeyi indiki şəraitdə əldən verdiyimiz halda yıxıcı bir durumu vardır, yapıcı bir durumu yoxdur. Baxırsınız, təşkilatlarımızın durumu bəlli və və s. Bunları saymaq olar. Amma Həsən bəy bu sərmayəni formalaşdırmasında milli hərəkət adına çox-çox böyük rol olmuşdur. Yəni, deyə bilərəm, milli hərəkətdə günümüzdə Həsən bəy qədər bu sərmayəni formalaşdırmasında rolu olan olmayıbdır. Mən bunu qətiyyətlə, cürətlə deyə bilərəm. Baxın, ictimai sərmayə nədir? Millətçilər bir-birinə güvənir. İctimai sərmayə nədir? Millətçilər ortaq bir işlər görmək istəyir. İctimai sərmayə nədir? Millət adına bir həzinəli bir işə getməkdir. Və baxsaq, bu günləri maalesef bir çox, bunu necə deyim ki, sui təfahüm olmasın, belədir. Millətçiləri deyəndə, umum xalqa deyirlər, çox yaxşı olanların sözləri də düzdür və s. Amma bu insanların bir iş görə biləcəyi şübhə altındadır. Yəni, bunlar dövlət dolandıra biləcək, bunlar bələdiyyə dolandıra biləcək, bunlar quşu altındadır. Xalqımız bu dəqiqə, bu cəhətdə, çünki təcrübəsi də olmayıbdır, bu cəhətdə bir garantisi, amma buna istisna bir mövrid var. O da Qaradağ zəlzələsidir. Qaradağ zəlzələsində biz öz xalqımıza göstərdik ki, bizə imkan verilsə, biz ən çətin şəraitdə, ən böhrani şəraitdə, kriz şəraitində belə ortaya qoyacaq bir qabiliyyətimiz var. Və elə həmən Qaradağ zəlzələsində də başda olan insan Mahmud bəy işarə elədi, Həsən bəy idi. Bəlkə o əkslərdə xatırlarsınız ki, Həsən bəy bel əlində və orada suyu döndərir, ya malı tutur ki, orada kəndlərin birisində çörəkxana tikilsin. Bu çox-çox önəmlidir, çünki bizim təkcə sərmayəmiz bu dəqiqə milli hərəkət adına hər bir hərəkət olan kimi bizim hərəkətdə başlıca sərmayə ictimai sərmayə, sosial sərmayədir. Bir mənəvi dəyər üçün işləri görmək, onun üçün bir-birimizə güvənmək və ortaq bir işlər görmək. Və elə həmən bu üç sərmayəni formalaşdırıb, ondan özündən göstərdiyi fədakarlıq nəticəsində Həsən bəy nəhayətən bizim bir simbolik sərmayəmizlə çevrildi. Özü bizim sərmayəmizə çevrildi. Necə ki, gördünüz, yaş sürənində
indiyəcən Güney Azərbaycanda fikir verirəm, o qədər təntənəli, samballı bir tərziyə olmamışdı, baxmayaraq ki, nə qədər əngəllər var idi. Amma Mahmud bəy demişkən, mən bilirəm ki, Həsən bəyin yeri boş olmayacaq, onun özünün yetirdiyi insani sərmayələr çox olacaq, olub da və gec-tez onun yeri doldurulacaq, amma Həsən bəy unudulmayacaq. Çox sağ olun. Sağ olun, İmam bəy buyurduqları kimi ictimai sərmayələrimiz dəyərləndirilməli və hər zaman yaddaşda qalmalıdır. Həsən bəyə gəldiyimizdə, yəni Qaradağ zəlzələsi sadəcə bir nümunət, bir örnək. Burada işarədə olduğundan sonra bir çörəkçixanaya tikməyə, yəni çörəkçixanayı bərpa etməyə çalışıldı və bütün gənclərdən, yoldaşlar getmişlər, bütün gənclərdən hamıdan qabaq Həsən bəy idi ki, bütün məsaleyi apardı, torpağı daşıyır və hər zaman da deyilirdi ki, Həsən bəy axı, biraz yaşayan vaxt, ilk başda deyərdi ki, mənim yaşım nədir, hamımızdan cavanam. İkincisi ilə bu vətənə hər bir zərrəmiz qurban olmalıdır. Biraz zaman çox oldu, bu üçün bir Qalaza aralmaq məcburiyyətində xidmətlər, Şünbəy hörmətləri, təmsili və digər yoldaşlar danışacaqlar, amma onun kənarında hörmətli məsudları və Hüseyin bəy müqaları olacaqdılar. Bir balaca bir 10 dəqiqəlik, 15 dəqiqəlik bir aralıq, ondan sonra yenə təşəkkür edirəm. Hörmətli və hörmətli olanlar, bilən də ki, bu zamanın qaralığından vəziyyətsizdən qabağa getməli. Birinizdən təşəkkürlərini bilirəm, şəhərlər olan Azərbaycan elanına, hörmətli əylərimizdə bunlardan iştirak etsin. İkinci hissədə iki dəyərli çıxışımız olacaqdırlar və ondan sonra da sizin də dəyərli məsul və çox gözəl və məsələn dəyərli ifalarına dinləyəcək işləsək. Birinci, hörmətli Haşim bəy, hörmətli Cənab Təmizli bəylər, hörmətli təmizləsi bugün olursa və son sözümüzü Haşim bəy təmişəcək, fikirlərini vaxtlar dursun. Çok hoş gelmişsiniz ve birinci Azerbaycan Federasyon tarafından Azerbaycan evinden teşekkür ederim. Böyle bir ele getirdiler ve gençlerimizden onlara çok uğurlu arz ediyorum ki inşallah böyle olsun ki bu lokalımızda yaranıqdı. Onlar her işlerin yani aslında güzel biz Azerbaycanımızla xidmət edirik. Həsən ağanı mən belə tanıyıram. Həsən ağa bu birinci dəfə ki biz dəvət elədik. Gəlsin salonun tərəfindən Yotovoriyə, konsertə. O vaxtda mən Həsən ağa ilə dost olmuşdum. Yəni mən Mahmud bəy dediyi kimi şayət mən hər 2 aydan bir dəfə Həsən ağa ilə danışardım. 2 gün ön vaxtlarla da var, rəhmətə getməkdə də var, oğlu ilə danışıyorum Naziyamla. Atamızı yaxşı olubdu, belədir filan, əlbəs gidirik, başçılıq da var, o şeylər apardı məndən danışsın, deyə olmur, qoymurlar, görürüklər, qoymurlar. Kim qoymur? Bu bizim gözəl paslanlarımız. Dedim o su şeylər, bak sabah mən zərfırdım, şeylər ki, Həsən abi, biz yaxşı olubdu, mən ondan günəmə salamını eləyəm var. Vaziyat dedi ki, atam getdi, atama əldən verdik. Necə belə də? Yəni, Həsən ağanı öldürdülər, nəinki deyəm ki, öldü üçün. 2 gün ondan qabaq atıb kişi salayın, danışır. Sonra bunu qorumlurlar. Qorumlurlar öyrəlirlər. Uşaqların da hətta qorumunda geçsin görüş eləsin. O xanlısı, o oğlanları zaten o ofisiyerlə işimiz yoxdur. Mən Maziyarla danışıram, Maziyar bizi də boynunda gedək. Bəlkə bizi getirər, həsətlər nəzir olur. Mən də ki, Rəfsəncanı zamanında o bizim böyük insanlarımızı Zehtabıdan Türk gəlsin, böyle bir anlaşma qaldı, gəldi yetişdi Həsən ağaya.
Həsən Ağa'nı mən belə tanıdım. Həsən Ağa cavan idi, yaşlıyla yaşlıydı. Yəni, mən Həsən Ağa ilə nə vaxt danışanda, nə burada, nə telefonla deyil. Neçə dəfə mən görüş eləmişəm, qəbul eləmişəm, Həsən Ağa belə öz atam kimi görürdü, qardaşım kimi görürdü. Belə telefonla da danışanda mən elə bir atamla danışıram. Ya böyük qardaşımla danışıram, yəni belə bir kişidir. Ona görə də onun o gözəl tələbələri ki var deyil, cavanlar ki onun əlinin altından çıxıblar, onlar gülürlər, o işləyib ondan, geçib ondan olublar. Həsən Ağa siz demişi bir toxum sətirdir, o toxum başlayıbdır, hərəkətlər. Onu əlidə aparamayasın, hər dəqiqə də deyirlər. Allah öyle nəzir rəhmət eləsin, Allah ruhun şad eləsin. Sağ olasın. Çox sağ olasın, təmizdir. Görüşlərdə işarə edərsiniz. Buyurduğunuz kimi də Həsən bəyin bölümü ən azından şübhəli ölüm. Biz yaz törənində burada təbii söhbətlər olma, fərqli baxışlar vardır. Onların hamısından sayğı ilə yanaşmaq gerekir. Amma ortada bir gerçək var. Həsən bəyin ölümü haqqında heç bir açıqlama yoxdur. İnanın 2 ayda keçirdi və Bezeşki pərvəndəsi, yəni sağlıq anlarında olan məlumatlar öz ailəsinə belə hətta verilməyir və başqa məsələlər. Gerçəkdən siz buyurduğunuz kimi Həsən bəy öldürdüləri şəxsi düşüncənin şəhid olmalıdır və təbii ki, qeyri-tez üstü zatı verir. Son çıxışdığımız hörmətli Haşim bəyə söz verməkdən öncə Həsən bəyin bir gözəl şeiri vardır, onu bəlkə son şeir olaraq da nəsə demək istəyir. Hər millətin öz torpağı var, öz dili vardır. Dil yardımıdır, ellərin ellə dilə yardır. Dünyada ana doğma dili bilməmək ardır. Çoxdan da qalıb, od vurulan köz dilimizdə yazmaq, oxumaq olmalıdır özümüzdə. Türkün balası illər özünün təhqir olubdur. Kimsə danışıb dil sözünü təkfir olubdur. Çoxlar bu dili kəsmək üçün əlvir olubdur. Sanki çıxarıb min bir işi göz dilimizdə, yazmaq, oxumaq olmalıdır öz dilimizdə. Miskildir bizim evladımız, qunçada solsun. Qoy sevsin uşaq doğma diliyle, yaşad olsun. İllərdir yasaqlarda qalan dil azad olsun. Yazsın bu elin öz balası söz dilimizdə. Yazmaq, oxumaq olmalıdır öz dilimizdə. Həsən bəy rəhmətə getdi, bu sözləri dedi, yaşamasını görmədi, amma əminəm, bir gün bunları qarşılayacaq və o zaman Həsən bəyin gözü ilə bunların hamısını görəcək. Son söhbəti hörmətli Haşim verir, hörmətli Haşim verir. Aziz dostlarım, böyüklərim, sevgilərim, mən uzun oldum ya. Birinci sahibi heç hamınca və rəhmətli Həsən bəy Cəmiyyətiyə Allah qələmə və arzu edirəm hər zaman nur içində ürəklərimizdə yaşasın. Mən belə deyim ki, Həsən bəy Cəmiyyəti sadəcə bir şair, ya muğansi, ya müzisyen, ya aşıq deyil. Həsən bəy bir dənə insan yetişdirən şəxs. O insanlar ki, Həsən bəy yetişdirdi, onların hər biri bir ustad olur. Nümunəsi də burada aile zatlarda çaman sarar, nümunəsi də indi bu bəy eylədilər burada bir klas verir məsələ və 10-15 nə qədər şahidisi o adı çaman sevir. O müzisyen baxımdan, siyasi, ictimai baxımdan baxımda biz Həsən bəyi sadece eləyəmdir, dünyanın ilk filsuflarına baxılır, Yunan bahsedilir. Bunların əsasları budur ki, bir filsof o zaman filsof olar ki, hər nəmin nədənin axtarı, ortaya qoyar, nədəninə görə yolun göstərməlidir. Və burada bir məsələ var, bu şəxs, biz bir şəxslərlə danışıq ki, siyasi, məsələn bizim Güney Azərbaycanın siyasi şəxsiyyətlərində də deyəm gerçəkdir. Bu bir dənə profesordur. Bir dənə profesordur, bir dənə filsofdur. Ki, siyasətçi yetişdir, siyasətmədən yetişdir.
Bu onların hamısının üstündədir. Söz burada. Bu Güney Azərbaycan millətinin bir dənə sembolik modernizm insanıdır. Rəsmən bir modernizm insanıdır. Mahmud Bəygidə qonaq etdi bizi. Mən uzaqdan yaxından labın olurdu. Dessə, hər zaman gəlirdi yaxınlarına geçirdi. Mahmud Bəygidə bizi və dostlar, hər kəs bizzət deyildi rəsmən. Mən də orada bir söz dedim. Dedim ki, bəy, siz bir cavabsız. Hər kəs, sən doğruda hər tipdə insan yığışar. İran'da yaşır. İran aplanan ölkədə yaşır. İran aplanan ölkədə bir istəyər bir fəlsəfə hərəkət edir, bir istəyər siyasi hərəkət edir, bir istəyər bir hərəkət edir. Yəni orada bunu biz gözünüzü yumamaq ki, bunun doğrasında itilasilər yığışmasın. Bunun doğrasında gizli polis olmasın. %100 olacaq. Bu elə bir dağı idi ki, onların özlərini də, o insanlar da ki, onun doğrasına yetişdi, onları da yetişdi. Gidəmin insanla tərəfidir. Sadəcə bir şəxsdir ki, bir idarəyə qarılməkdir, ona işləyib, o deyil. O əxlaqınla, o əxlaqının gücünlə, o sinəsində bir dağı nəzərdə tutsaq, ətəyindən ta başlasan, onda qızıl gül olar, sarı gül olar, ağ gül olar, qara gül olar, hər rəhdə gül olar, xarlı gül olar, aşağılı da olar, daşı da olar, qumu da olar, incidə insanı, xoşuna gələn insanın oradan geçində, qulağı da olar, çətinlikləri da olar. Bu onların hamısını o sinəsinin içində saxlır və həmişə dik düşüşlüğün ortaya qoyur. Yəni bir dənə özgür insanın semboludur. Özgür insan ki, dəmurlarlı hakimiyyət ki, yəni hakimiyyət ki, deyəmlə bir dənə asimilasyonun duvarı yıxan insanla biz tərəfirik. Asimilasyonu ki, faşist pərvədi rejimi ortaya gətirmişdir. Və biz bunun inqilabın əvvəlində hamımızın yaşı onu göstərir. Onlar ki, oturdular, o İran inqilabının əvvəlini görmüş halımız. O zaman milli məsələmizdə bizim bir hərəkət yox idi. Amma var idi, biz görmürdük. Həsənbəy kimi, Həsənbəy Azərbaycan kimi insan var idi, biz süreyi görmürdük. Və bu şəxs o gücünlə, öz yerində, öz qüdrətindən o asimilasyonun, duvarının bir qismətini bu burada, bir qismətisinin bu birisi profesorumuz, Gökyüzü etabı var, bir qisməti profesör rəhmətli Fərzanlar var, bir qisməti və hamısından adaptasaqlar ələdə verirlər, bir camiənin varlığını ortaya gətirirlər. O varlıq da gəlir insanın mənliğinə, insanın mənliği anasının dilindən gəlir. Və onu bizə verir. Və bu çox bizə şərəfli bir insandır. Mən bunu fəqət belə deyim ki, biz bunu bir dənə sembolik, modernizm insan kimi dünyaya göstərməliyik. Ta bizim cavanlarımız ölkəmizin içində modernizm nədir? Gedərək dalışsa, axtararaq internet hamlığına bağımlığa gedib, axtararaq görürlər nə məfhumu? Məfhumu budur ki, bağışsız bir insan olacaqsın. Hər kəsin amma elə biləcəksən yaşayırsan. Hər tipdən insandan elə biləcəksən, oturacaq və durasan. İstər millətli olsun, istər olmasın. Hər nə olursa olsun və bunu bu bəy başardır. Mən buna inanıram ki, doğuşdan çox böyük iş gördü, sağ olasınız, var olasınız və mən öz təşəkkürlərimi bu vəsilə ilə Eldar bəylikdə və mənim hamısından ki, bu məsələni, bu məclis təbrik edib, müzərdiqlər yolu sağda, sağ olasınız, var olasınız, inşallah hər zaman davamlı olasınız. Sağ olasınız. Sağ olun. Təşəkkürlər Məhət Haşim bəy, fikirlərinizi paylaşdığınız üçün. Tədbirimizin son bölümünə gəlirik. Bilirəm danışmanda nə də təkrarlamağa gərək yox ki, söhbət çoxdur, söz çoxdur və danışmaq da zaman-zaman istəyirik. Amma bu bölümə keçdikdən öncə bir xatirəni təkrarlamaq gərəkir. Biz 2 ilə yaxındır ki, Azərbaycan ev tərəfinə, hörmətli Eldar bəy, hörmətli Arif bəy, bir projəni keçirməyə can atdıq və olmadı. Həsən bəy buraya gətirmək istədik. Həsən bəy gəlsinlər və yenədən bir tərəfdən hörmətli Haşim bəy demişəm, bu dağa biz bir dəfə də dayanaq, güc alaq və bir tərəfdən də infasını dinləyək. Amma ondan ən əsas məsələ buydu, hörmətli Həsən bəyimizi bir ömürlük bir ödül verək, dəyərləndirək. İran rejimi də bunu bildi, qoymadı, açıqcası bunu deyəmlər ki, qoymadı. Hətta son zamanlarda belə Üzey Azərbaycana getməsinə izin verməli, Türkiyəyə getməsinə və s.
Hörmətli Arif bəy, gözəl bir söhbət dedilər. Həsən bəylə danışanlar burada sizə çalan, kaman çalan və bunlara lazımdır. Hər zaman Həsən bəy soruşar ki, mən neçə nəfər gətirim, kimlər gətirim. Burada hər zaman deyərik ki, kaman burada əladır. Və Həsən bəy də tanıyırlar. Hörmətli Hüseyin bəy və hörmətli Məsud bəy. O zaman da həm, o tamamdır. Oradan arxayın. Həsən bəyin ruhu burada bizlə bərabərdir. Həsən bəy özü olmasa da ən azından o beynimizdə olan projenin bir balaca bölümünü yaşayalım. Hörmətli Məsud bəy, hörmətli Hüseyin bəy dəyərli ifalarını işləyəcəyik. Mən müsaadə uzman dəyərləməyə heç bir bilgim yoxdur. Onca hörmətli Məsud bəy, hörmətli Hüseyin bəy özləri buyuranlar və ifaların haqqında fikirlər verir. Buyurun bəy.
Bismillahirrahmanirrahim.